Rayona gəlib çatan kimi ilk işim həmişə maşını şarja taxmaq olurdu. Həmişə atam da mənlə zarafatlaşırdı ki, gələn kimi atını o dəqiqə ota bağladı. Əslində bu mənə sərf eləyirdi, çünki bir gecəyə maşın tam olaraq şarj olurdu. Amma son zamanlar fikir verirdim ki, ərazidə ümumiyyətlə işığın gücü tamamilə azalıb. Təsəvvür edin, maşın 160-170 voltuna, hətta 5 amperlə belə güclə şarj olurdu. Bununla bağlı bir story paylaşımım oldu və Tokaz mənə geri dönüş elədi ki, Qusar rayon ərazisində yeni bir şarj stansiyamız var, onu yoxlaya bilərsiniz. Xəritəyə baxdım ki, bu şarj stansiyası təxmini olaraq 8-10 kilometr aralığındadır. Ona görə istədim ki, həm test eləyim, həm də sizə bu stansiyanı göstərim. Deməli, şarj stansiyası buradadır. Tokazın 60 kW-lıq stansiyasıdır. Ödənişli yolun birbaşa olaraq çıxışıdır. Təxmini olaraq buradan ödənişli yola 4-5 km məsafədədir. Yol üstü var burada və birbaşa olaraq da buradan Qusar rayonuna rahat şəkildə getmək olur. İndi biz stansiyanı test eləyəcəyik, baxaq nə qədər güc verəcəksə. Şarja başladıq. 60 kW-lıq stansiyadır. Tam olaraq da 60 kW-la şarj eləyir. Təxmini olaraq 30 dəqiqə bizə vaxt lazımdır ki, 80%-ə qədər şarj olsun. Bir stəkan çay, kof içənə qədər maşın da artıq tam olaraq şarj oldu. Və biz bu müddətdə 28.7 kW enerji götürdük. 8 manat 61 qəpik ödəniş etdik. 30 dəqiqədə vaxt gözlədik və bu enerji ilə biz 400 kilometrə yaxın məsafə qət eləyə bilərik.